Ümumiyyətlə Azərbaycanda futbolun inkişaf eləməməsində səbəb mənim fikrimcə, yəni Azərbaycan ölkəsinin bir fərdi olaraq mənim fikrim budur ki, münasibətim belədir ki, yəni bizim futbolçuların ümumi dəyəri digər ölkələrə baxanda, yəni azdır. Ümumiyyətlə futbolun inkişafı bizim ölkədə daha çox, məsələn, əhalisi bizdən az olan ölkə var, məsələn, Gürcüstan var və yaxud da başqa ölkələr var. Onlarda futbolun belə baxırsanız ki, yəni inkişafı bizimkindən daha çoxdur. Buna məncə səbəb bizim ölkəmizdə öz millimizdə oynayacaq olan şəxslərin, yəni insanların, futbolçularımızın, oyuncularımızın, yəni onlara daha nətər deyim, düzgün şərait yaradılmamasıdır mənim fikrimcə. Bizim komandada ümumiyyətlə birliyi çatışmır. Yəni bir-birlərini başa düşmürlər. Yəni çünki orada bəzi oyuncularımız Qarabağda oynayır. Millidə oynayan oyuncularla Qarabağdakı oynayan oyuncular bir-birlərini başa düşmürlər. Yəni ona görə də daha da çox məşq eləməlidirlər. Yəni məşq eləməsələr onlar yenə də bir-birlərini anlamayacaqlar. Çünki Qarabağda baxırsan Nərmandır, sonra Elvin Cəfərquliyevdir. Qəşəng oynayırlar, qəşəng prensip eləyirlər. Amma Azərbaycan milli komandasında görürsən bir-birlərini anlamırlar. Yəni biraz da üstlərində məşq eləsələr milli komandada mənə elə gəlir ki, yaxşı oyun göstərə bilərlər. Məncə baş məşqçi problemi həll olunub. Yəni artıq problem yoxdur. Komanda öz əvvəlki ruhunu qazanıbdı. Gələcək oyunlarda məncə uğur qazanacağına inanıram. Qrupda zəif nəticələr, yəni dişinə uyğun rəqiblər olmadığına görə, məncə həm də yorğunluq var idi Fransanın oyundan sonra. Buna görə məncə. Məncə o daha, yəni alt yaşlarda uşaq futboluna aid bir şeydir. Bu problemin həlli də məncə daha uzun müddətli bir şeydir. Yenidən strategiyalar qurulmalıdır, yeni infrastrukturlar bunlarla. Fikrimcə futbola gənc kadrlardan başlamaq lazımdır. Yəni ki, uşaqların az yaşlarına, uşaqları futbollara yönləndirmək lazımdır. Məncə ola bilər ki, hər hansısa bir gənc bir nəslin futbola marağı olmaz. Fikrimcə onları futbola cəlb etmək üçün müxtəlif planlandırmalar olmalıdır. Yəni belə deyə bilərəm ki, məşqçidən əvvəl Ayxanı tərifləmək kimi göstərə bilərəm, nümunə kimi. Bizim Azərbaycanda da məşqdə belə bir problem var ki, hücumu biraz zəifdir. O belə tənqid eləmək kimi çıxmasın, hücumu zəifdir. Məsələn, Ukrayna ilə oynayanda 2-1 uduzdu. Amma belə mən birinci fikirləşmişdim ki, 2-1 yox, bərabərə qalacaq, heç-heçə qalacaq. Məsələn, mən onu fikirləşmişdim. Hücumu biraz zəifdir. Məsələn, hücumu zəifdir. Əsasən belə hücuma daha çox belə üstünlük versələr, yaxşı nəticələr əldə edə bilərik. Millimiz son zamanlar zəif nəticələr göstərir. Ard-arda uduzmaqlar var. Fransaya 3-0 məğlubiyyət, sonra Ukraynaya 2-1 məğlubiyyət. Mən əslində oyunun əvvəl Ukraynaya, Azərbaycan oynayanda Azərbaycan qələbə qazanacağını düşünürdüm, amma elə olmadı. Yəni Azərbaycanda futbol müdafiə xəttində Bəhlul Mustafazadə falan var. Onlar çox qəşəng. Fransanın oyunda da bizi çox gözəl müdafiədə durmuşdu, amma bizim hücum xəttimiz biraz zəifdir. Vuran ayağımız yoxdur. Vuran ayağımız yoxdur bir sözlə, hə. O da bizim məşqçi problemlərinə irəli gəlir məncə, öz düşüncəmə görə. Bizdə məşqçi, öz məşqçimiz olsa, yerli məşqçi daha yaxşı. Məsələn, Qurban Qurbanov Qarabağın məşqçisidir. Yəni Qurban Qurbanov çox qəşəng Qarabağı çalışdırır, çox ideal nəticələr əldə edir, amma Azərbaycan millisində eyni sözləri deyə bilməyəcəm. Əslində olsa pis olmaz məncə. Çünki Ayxan Abbasov gələndən sonra ard-arda məğlubiyyətlərimiz oldu falan. Bəlkə də başqa məşqçi olsa daha yaxşı nəticələr əldə edə bilərik.